Gününüz xeyirli olsun dostlar. Bir vacib xəbəri diqqətinizə çatdırıram. Vətəndaş nə qədər ehtiyatsızdır, bank kartları talanacaq. Diqqətlə bu xəbəri izləyin. Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki kod, yəni 3 rəqəmli kod, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Dəyərli izləyicilər, bax diqqətli olun. Bu məlumatlar əgər naməlum şəxslərə verilərsə, hesabınızda olan pullar yaxud pul yoxdursa belə kredit formasından sizə zərər vuracaqlar. Aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420, 360, 202, 97, 61 və 9 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha dəyərli izləyicilər, vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesabının möhkəmləndirilməsi kimi və yaxud da mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağa tövsiyə edir Daxili İşlər Nazirliyi, həmçinin biz media qurumları. Qəti formada şəxsi bank məlumatlarınızı naməlum şəxslərə verməyin. Təhlükə var dəyərli izləyicilər. Bunu maksimum paylaşın. Biz də takib edin ki, bax bu cür xəbərləri sizə vaxtında çatdıraq.